Oğul son günlər evdə qəribə bir həyəcan hiss edirdi. Atası həmişəkindən daha çox məşğul idi. Yorğun olsa da üzündə qəribə bir sevinç vardı. Anası da fərqli görünürdü. Ev işləri ilə məşğul olarkən tez-tez dayanıb nə isə düşünürdü. Oğlan bütün bunları izləyirdi. Sanki evdə hamı nə isə gözləyirdi. Axşam düşəndə atası oğlunu məscidə apardı. Məscidin qapısından içəri girən kimi oğlanı həmin hissi yenidən bürüdü. Burada da hamı məşğul idi. Bir qrup insan məclisin proqramını müzakirə edir. Kimisi çay və ya su pay verir. Kimisi də necə daha yaxşı xidmət göstərə biləcəklərini düşünürdü. Onlar məscidin bir küncündə oturub ətrafı yenidən seyr etməyə başladılar. Ətrafdakı söhbətlərdən başa düşdü ki, hamının gözlədiyi əslində Məhərrəm ayı imiş. Atası onun təəccüblü baxışlarını görüb sakit səslə dedi. Mənzərə xoşuna gəldi. Amma ata, bu bir faciədirsə, insanlar niyə onu belə səbirsizliklə gözləyirlər? Çünki oğlum, Məhərrəm sadəcə bir anım deyil. Kənardan baxan adam elə düşünə bilər ki, insanlar sadəcə bir mərasimə hazırlaşırlar. Amma əslində məsələ daha dərindir. Necə ki, bədənin qidaya ehtiyacı var, ruhun da qidaya ehtiyacı var. Dünya adamı o qədər özünə qatır ki, qəlb yorulur, ruh da zəifləyir. İmam Hüseyn Məhərrəmi isə insanı oyadır. İnsanlar bura tarixi bir hadisə üçün toplaşmırlar, günahlardan uzaqlaşmağa çalışırlar. Allaha daha da yaxınlaşırlar. Elə buna görə də Məhərrəm gələndə hamının qəlbində bir sevinc olur. Hər kəs bacardığı qədər xidmət etmək istəyir. Bu mənzərə təkcə burada belə deyil. Kənddə də belədir, şəhərdə də belədir, evlərdə də, məscidlərdə də. Kimi məclisə hazırlaşır, kimi dua edir, kimi də gözyaşı tökür. Çünki Hüseynin sevgisi bu xalqın qəlbində yaşayan bir sevgidir. Bu söhbətlərdən sonra oğlanın gördüyü mənzərə ona əvvəlki kimi görünmürdü və anlayırdı ki, bu hazırlıq sadəcə bir ayın gəlişinə hazırlıq deyil. Bu, bir xalqın Peyğəmbər ailəsinə olan sevgisinin təzahürüdür. Hüseynin eşq karvanına yenidən qoşulmağa hazırlıqdır.